2007-ci ildə Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Avropa Hərəkatının yerli nümayəndəliyi 2012-ci il 17 fevral tarixində ilk konqresini keçirib. Parkin Otelinin Füzuli zalında keçirilmiş konqresdə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri Sabir Rüstəmxanlı, Asim Molazadə, Fuad Muradov, təşəbbüs qrup üzvləri və media iştirak edib. Konqresdə hərəkatın növbəti 3 il üçün yeni prezidenti, idarə heyəti üzvləri açıq səsvermə yolu ilə seçilib və yeni nizamnaməsi qəbul edilib. Azərbaycan Avropa Hərəkatının prezidentliyinə namizəd olan Ramin Hacılı 41 nəfərdən ibarət təşəbbüs qrupu üzvlərindən 32 nəfərin səsini qazanaraq Azərbaycan Avropa Hərəkatının prezidenti seçilib. Avropa inteqrasiya prosesini deyən bizlər deyilmiş. Avropa inteqrasiya prosesini Azərbaycanda maarifçiliyə başlayan gündən bütün maarifçilər deyib. Mirzə Fətəli Axundov deyib, Zərdabi deyib, Rəsulzadə deyib, Elçibəy deyib, Heydər Əliyev deyib, İlham Əliyev deyib. Yəni, hər kəs Avropa inteqrasiyanın vacibliyi deyib. Sadəcə və sadəcə bu istiqamətdə təşəbbüslərin birləşdirilməsi və bugünkü bu imkandan maksimum istifadə etmək üçün hər kəsə əməkdaşlığa çağırıram. Konqres zamanı təşəbbüs qrupu 12 nəfərdən ibarət idarə heyəti üzvlərini səs çoxluğu ilə seçib. Konqres başa çatdıqdan sonra Ramin Hacılının şərəfinə ziyafət təşkil edilib. Azərbaycan Avropa Hərəkatı fevralın 18-də Avropaya inteqrasiya mövzusunda konfrans keçirib. Tədbirdə Beynəlxalq Avropa Hərəkatının prezidenti və Avropa Parlamenti üzvü cənab Joe Lyon məruzə ilə çıxış edib. In the last 1.5 hour, because I feel at home. I feel absolutely at home because I see clearly that we share the same ideals, the same ideas and the same expectations for the future of our societies. Tədbirin aparıcısı və Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı hərəkatın bütün vətəndaş cəmiyyəti institutlarına açıq olacağını və Avropaya inteqrasiya prosesində iştirak etmək istəyən QHT-lər üçün köprü rolunu oynamağa hazır olduğunu bəyan edib. Tədbirdə iştirak edən millət vəkilləri Asim Molazadə, Fazil Mustafa, Azərbaycan Avropa Hərəkatının idarə heyətinin üzvləri Pərviz Abbasov, Gülsəl Səfərova, vitse-prezidenti Leyla Məmmədli və Slavyan Universitetinin rektoru Kamal Abdullah çıxış ediblər. Avropa Hərəkatı vasitəsilə əgər Avropa inteqrasiyadan danışırıqsa, biz ora, necə deyərlər, narahat şəkildə getməməliyik. Alnı açıq yuqarla öz qədim mənəvi varlığımıza, öz qədim mənəvi zənginliyimizə arxalanaraq getməliyik. Joe Lyon Azərbaycan Avropa Hərəkatının ofisinin açılışında iştirak etdi. Hərəkatın prezidenti Ramin Hacılı ilə birgə qırmızı lenti kəsdi. Açılışdan sonra isə Azərbaycan Avropa Hərəkatı daxili konfrans keçirib. Joe Lyon'ın səmimi çıxışı yadda qalan olub. You have a very rich and a large composition of European movement members that is really astonishing and very good. And I think it's a good basis for a successful work. Daha sonra bord üzvləri müxtəlif təkliflərlə çıxış ediblər. Bununla da Beynəlxalq Avropa Hərəkatının prezidenti Joe Lyon'ın Azərbaycana səfəri başa çatıb.